Siyasi şərhçi Elçin Alovlu Qlobal Info-Aza müsahibəsində Epstein işi ilə bağlı sensasiyon fikirlər səsləndirib. O bildirib ki, Epsteinin erməni lobbisi ilə əlaqələrinə dair ciddi dəlillər var. Stat: maraqlı məqamlardan biri də Epsteinin erməni diaspora ilə əlaqəsidir. Çünki Epsteinin dırnaqarası müştəriləri arasında dostu olan Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Bill Clinton var. 1990-cı illərdə 907-ci düzəliş adlanan sənədlə Azərbaycana sanksiyalar tətbiq edilməsində, Ermənistana küllü miqdarda yardımlar göstərilməsində Epsteinin və ətrafındakı erməni diasporunun rolunun ABŞ siyasətinə təsiri istisna edilmir. Epstein şəbəkəsinə yaxın olan bəzi şəxslər erməni lobbi fəaliyyətləri üçün intellektual və maliyyə resursu kimi istifadə edilib. Həmçinin Epsteinin çevrəsindəki bəzi şəxslərin sonradan Azərbaycana qarşı daha sərt mövqe tutması diqqət çəkən məqamlardandır. ABŞ-də formalaşmış ictimai və QHT-lərin də erməni mövqeləri tutması müşahidə olundu. Epsteinin villasına gələn şəxslərin bir qismi lobbi fəaliyyətləri üçün istifadə olunub. Casusluqda ittiham edilən şəxslərin də Epsteinin müştəriləri arasında olduğu və bu şəxslərin Azərbaycanın siyasətinə qarşı mövqelərini sərtləşdirdiyi qeyd edilir. Statın sonu. Müsahibəni tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.